Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bu günlər indi mən bir mövzuya toxunacağım. Mən elə hesab edirəm ki, buradakı indi mənə baxan tamaşaçılarsın, yarısından çoxsu məndən inciyəcək, küsəcək. Və bəzilər də irəli gedəcək, orada başlayacaqlar söyüşlər söyməyə. Eyb yoxdur, kim nə söysə özünə geçsin, amma biz obyektiv olaraq hər şeyə yanaşacaq. Əziz dostlar, mənim bu sözümdür. Bir çox bizim kollegalar da bu sözləri işlədiblər əvvəllər və mən yenidən bir 30 il bundan qabaq işlədmişəm, bu gün də işlədirəm bu sözləri ki, İslam dini Türk millətinə zərbə vurdu. Çox böyük zərbə vurdu. İndi bunu tarixə geçsiniz, Türkün tarixini araşdırmayan adamlar təbii ki bizi söyləyəcəklər. Türkün tarixini araşdırın, görəcəksiniz ki, İslam dini Türk'e gələndən sonra Türk paramparça olub pis vəziyyətdə yaşayır. Paramparça oldu və pis vəziyyətə düşdülər. Məsələn, birinci sizə adicə bir misal gətirə bilərəm də. Bax, deyək ki, nə misal gətirim sizə? Məsələn, deyək ki, bu dəqiqə İran adlanan məmləkət. Görürsünüz orada o din nə günə qoyub onları? Nə günə qoyub? Bax, o səhər kanalını görürsünüz İranda. Səhərdən axşamacan türkçülüyə ifrat qüsurlar. Bunu kim eləyir? Bu dinə biz rast gələndən sonra bu şeylər başa gəlib bizə. Siz təsəvvür edin ki, o boyda İslam ölkəsi olan Türkiyənin yarısından çoxu Azərbaycana düşmən kəsiliblər. Niyə düşmən kəsiliblər? Çünki Azərbaycan vətəndaşları, Azərbaycan dövləti 30 il Azərbaycan türkünə dəstək olmuş, Azərbaycan türkünün yanında olmuş İsrailə mənəvi dəstək verir. Ona görə düşman olmuşlar. Türkiyənin yarısından çoxu. Niyə? Baxın, İsraillə heç bir türk dövləti bu günə qədər savaşıda olmuyor. Niyə Türkiyənin yarısını düşmandır İsrailə və biz də İsrailə bizə qardaşlıq etdiyinə görə, dostluq edirik ki, ona görə də bizə düşmanlar? Niyə? Burada İslam dininin təzyiqləri var. Ona görə, yoxsa Yahudi ilə nə iş var? Gör, bunlar hansı günə qalıb, nə bədbəxtçilik bunların başına alıb ki, Osmanlı ordusunu İngilislərə satan Fələstini İslam dini olduğu üçün Türkiyənin yarısından çoxu müdafiə edir onu. Bu da düz gəlmir axı. Türkçülüklə dinçilik düz gəlmir. Məni İstəyirsiniz sevin, istəyirsiniz sevmin, istəyirsiniz ağzına gələn danışın, istərsiniz siyonist deyin, istərsiniz piyanist deyin, nə deyirsiniz deyin. Türkçülüklə dinçilik üst-üstə gəlmir, hələ İslam dini. Bir zamanlar Turanşah Alpertunqanın Xorasanda xaincəsinə öldürülməsini bizim türklər yad etdilər. Və mən onda belə sevindim ki, bir 20 il bundan öncə bir tədbir var idi Ankara'da. Orada mən şahid oldum, yad olundu. Bu özdə Azərbaycan türklərindən o məsələni atdı ortaya. Ki, Turanşah Alpertunqa Xorasanda qətlə yetirildi. Orada da Allah rəhmət eləsin deyək də, bizim ağzımız öyrəşib olsa, məkanı nurla dolsun. Cavad Heyətin bir kitabı var idi, onda təqdimatı keçirildi orada. Elə orada da həmin o Alpertunqanın ölümü ilə bağlı yazılar verilmişdi. Və bundan sonra yenə unuduldu. Mən dedim ki, bu yəqin ki gedəcək. Nə vaxta kimi açın Türkün tarixini oxuyun. Nə zamana kimi İslam türklərə gəlməmişdi, türklər dövrünün ən gözəl çağlarını yaşayırdılar. Məhz 939-cu ildə
Toğrul İmperator, Səlcuqlar İmperatoru Toğrul bəy dünyaya geldi. Toğrul bəy ki, Səlcuqlar İmperatorluğunu dünyanın yarısı kadar büyüttü ve Toğrul bəy getdi İraq'a getdi. İslam xəlifəsi ilə görüşdü. İslam xəlifəsi tarix belə yazır. Qızıl xələtini atdı Toğrul bəyin çiynindəki İslamın xəlifəsi sən ol bundan sonra. Toğrul bəy imtina elədi bundan. Dedi ki, Peyğəmbəri ərəb olub, İslamın qoy xəlifəsi də siz olun, mən sizi qoruyacağım. Və Toğrul bəyin bu addımından, hərəkətindən sonra İslam dini bütün Türklərə sıçradı. Və İslam dininin, gedin tarixi oxuyun, baxın. Bugünə qədər qorunub saxlanmasında bilmirəm hansı formada indi qorunub saxlanıb görürsünüz. Türklərin xidmətləri olub. Və tarixçilər də yazır ki, 939-cu ildə dünyaya daha bir dahi Azərbaycan türkü gəldi. Bu Toğrul bəydir. Bu hansı ki Oğuz xaqanlığında subaşı Səlcuq bəyin nəvəsi Toğrul bəydir. Və bundan sonra İslam dini ki qəbul olundu, ondan sonra parçalanmalar başladı bütün Türk dünyasına və bugünümüzə gəlib çıxmışıq. Və bugün də İslam dini altında Türklər bir-birini qırmaqdadır. Çox məyus edici, çox üzücü bir haldır bu. Çox üzücü haldır bu. Belə getsə biz bu tilsimdən canımızı qurtarmalıyıq. Ya da ki bir nəfər düşüb ortaya kimsə bir liderlik gelib deməlidir ki, din ayrı, dövlət ayrı, millət ayrı. Yəni bunu ortaya qoymaq lazım. Mən də çox uzatmaq istəməm, uzatmaq çox geçsə. Buna da fikrimi bitirirəm. Mən dinləyənlərin hamısını alqışlayıram. Yaşasın Türk dünyası, yaşasın Azərbaycan. Sağ olun.